Müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycan bu ildə bu ənənəyə sadiq qalacaq. Hazırda olduğumuz Şahdağ Turizm Mərkəzi 2025-ci ildə xizək alpinizm üzrə Dünya Kubokuna ev sahibliyi etmişdi. Azərbaycan qış idman növləri üzrə yarışların keçirilməsində də artıq kifayət qədər təcrübəyə malikdir. Ötən ilki yarışın ilk olmasına baxmayaraq Şahdağ 26-dan çox ölkənin 130-a yaxın idmançısını qəbul etmişdi. Atletlər vertikal və individual növlər üzrə mübarizə aparmışdılar. Təəccüblü deyil ki, həmişəki kimi qonaqları razı yola sala bilmişdik. Burada olan bütün idmançılar və biz xoşbəxtdik ki, bu möhtəşəm xizək kompleksindəyik. Bizim üçün ən önəmli faktor Azərbaycanın qonaqpərvərliyi oldu. Ümid edirəm ki, burada keçirilən Dünya Kuboku bundan sonraki beynəlxalq tədbirlərə, Avropa çempionatlarına da zəmin yaradacaq və bu davamlı olacaq. Bu tədbir ümumi ortalama digər keçirilən tədbirlərin üstündədir və buna görə mən Şahdağ Turizm Mərkəzinə və Azərbaycan Qış İdman Növləri Federasiyasına təşəkkür edirəm. Elə bu ilin ilk beynəlxalq yarışı da xizək idman növündə idi. Yanvarın 8-i 10 aralığında yenidən dünyanın müxtəlif bölgələrindən olan idmançılar Qusarda yığışmışdı. Azərbaycan Open beynəlxalq dağ xizəyi yarışında yerli idmançılarla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hong Kong, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan olan müxtəlif yaş kateqoriyalarını əhatə edən 25 qadın idmançı iştirak etmişdi. Ölkəmizi Azərbaycanın dağ xizəyi üzrə idmançısı Anastasiya Papatoma təmsil edirdi. Bu qoruğu çox sevirəm. İlk dəfədir ki, bura gəlmişəm. Buradakı yamac ən sevdiyim yamaclardan biridir. Qışı Avropa qoruqlarında keçirmişəm. Düşünürəm ki, bura digərləri ilə müqayisədə daha kiçikdir. Bura Azərbaycanda xizək yarışlarına töhfə verəcək. Azərbaycan bu növdə ən yüksək səviyyəli yarışlara ev sahibliyi edəcək. Yarışı qazanmaq həmişə gözəldir. Burada qalib gəlmək isə xüsusilə gözəldir. Çünki mənim ölkəm Gürcüstana yaxında yerləşir. Biz qonşuyuq. İnsanlar məni təbrik edir. Hər kəs xoşbəxtdir, gülümsüyür, heyrətamizdir. Bundan başqa yanvarın 31-də həvəskar xizəkçilər arasında Heydər Əliyev Kuboku keçirildi. Yarışda 160-dan çox uşaq və böyük xizəkçi iştirak etdi. Turnirdə xarici və yerli iştirakçılar həm əylənir, həm də öz bacarıqlarını nümayiş etdirirdilər. Çox gözəl bir idman növüdür. Həm idmandır, həm istirahətdir. Hər kəsi bu idmanla məşğul olmağa arzu edirəm, tövsiyə edirəm. Hər il keçirilir belə bir yarış, iştirak etmək çox qürur vericidir. Birinci yer tutduğuma görə özümü çox xoşbəxt hesab edirəm. Mərkəz bu il isə artıq ilk dəfə olaraq keçirilən Moğol növü üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Bəs görəsən mərkəz bu beynəlxalq yarışa necə hazırlaşıb? Fəxr hissi ilə deyə bilərəm ki, mart ayında Şahdağ Turizm Mərkəzində Moğol üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcəkdir. Ondan öncə isə Şahdağda daha iki yarış, deməli xizək alpinizmi üzrə Avropa çempionatı və xizək alpinizmi Dünya Kuboku keçiriləcəkdir. Sözsüz ki, bu böyük bir fərəhdir bizim üçün, çünki belə səviyyəli, belə dünya səviyyəli yarışların məhz Azərbaycanda, məhz Şahdağda keçirilməsi Şahdağın bir turizm məkanı olaraq, bir idman məkanı olaraq artıq dünyada tanınmasını göstərir. Yarışlarla bağlı Federasiya tərəfindən və Şahdağ Turizm Mərkəzi ilə birgə intensiv hazırlıq işləri aparılır. Biz indi Beynəlxalq Federasiya ilə danışırıq, indi hazırda. Bizdə deməli burada ekspertlər gəlib və biz onlarla birgə ümumi enişlərin yoxlanışı gedir, hazırlıq prosesləri davam edir. Eyni zamanda idmançıların da artıq qeydiyyatı başlayıb. 14-15 mart bizim bu final kubokunda 30 ən yaxşı qadın və kişi idmançısı yarışacaq. Dünyanın müxtəlif ölkələrindən olan idmançılar burada öz qüvvələrini sınayaraq birincilik uğrunda mübarizə aparacaqlar. Ölkəmiz turnirdə ev sahibi olmaqla yanaşı iştirakçı kimi qatılacaq. Komandamızı təmsil edən idmançılar artıq hazırlıqlara başlayıblar. Ümidvaram ki, bizim idmançılar uğurla bizi təmsil edə biləcəklər və layiqincə təmsil edə biləcəklər. Hazırda onlar
həm hazırlıq məşqləri davam edir, həm də eyni zamanda onlar Almaniya və Norveçdə yeniyetmə arasında dünya kubokları yarışlarına qatılıblar. Hazırda eyni zamanda böyük kateqoriyamızda İspaniyanın Boetaul mərkəzində dünya kubokundadır. Ümidvaram ki, onlar üçün də Avropa çempionatı bir hazırlıq mərhələsi olacaqdır. Qeyd edək ki, Moğolnov üzrə Dünya Kuboku martın 14-də start götürəcək. Ayın 15-də yekunlanacaq turnir 2 gün davam edəcək. Günarə Sadıxova, Ağalar Ağalarov, Real.